İyunun 23-də Beynəlxalq Olimpiya Günü münasibətilə Bakı Gənclər Mərkəzində Xatirələrdə Yaşayanlar adlı tədbir keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin, vətən uğrunda canlarından keçmiş şəhidlərimizin, eləcə də Azərbaycan idmanının inkişafında əvəzsiz xidmətləri olmuş və dünyasını dəyişmiş idman xadimləri ilə veteranların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbir çərçivəsində olimpiya keşikçiləri və veteranlarımız sənədli filmi nümayiş olunub. Filmdə ölkəmizdə olimpiya hərəkatının inkişafına mühüm töhfələr vermiş idman xadimlərinin fəaliyyəti, eləcə də veteranların Azərbaycan idmanının formalaşması və inkişafındakı rolu əks olunub. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirinin müavini Fərhad Hacıyev, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan İdman Veteranları İctimai Birliyinin sədri Zemfira Meftaxetdinova, professor Dilqəm Quliyev çıxış ediblər.